Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Respublika çempionatı U9 liqasında Rofun və Antiguaco komandaları qarşılaşırlar. Hər iki komandaya uğurlar diləyirik. Ümid edirik ki, yaxın dəqiqələr ərzində maraqlı oyun izləyəcəyik. Topa ilk toxunuşu Antiguaco komandası edəcək. Oyun başladı. Abbas'tan qapıya doğru ilk zərbə. Riyad'dan Arda'ya. Qapıya doğru Arda'dan zərbə. Qapısı yerindədir. Künc zərbəsindən Arda topu daxil edəcək. Top Abbas'tan çıxır. Fürsətdən istifadə edib Rofun komandasının tərkibinə sizə tanış etmək istərdik. Start heyətdə 99 Tamerlan, 7 nömrə Arda, 10 nömrə Riyad, 66 Abbas, 6 Məhəmməd və qapını 1 nömrəli oyuncu Rəsul qoruyur. Abbas'tan qapıya doğru zərbə, top qapının üstündən keçir. Riyad top ələ keçirir. Riyad, Arda. Outrof mu? Məhəmməd. Riyad. Arda'dır, üzr istəyirəm. Məhəmməd. Abbas. Məhəmməd. Məhəmməddən Tamerlan. Məhəmməd. Arda. Arda'ya verecek mi? Məhəmməd. Outrof mu? Abbas qapıya doğru zərbə. Artıq Rofun komandasının qapıya doğru bir neçə qüvvətli zərbəsi olub. Hələ ki zərbə qeyri-dəqiq olub. Tamerlan. Tamerlan. Məhəmməd Arda ilə oynayır. Biraz zərbə güclü oldu. Arda çata bilmədi zərbəyə. Outrof mu? Tamerlan. Out Antiguaco komandasının. Arda. Tamerlan top ələ keçirir. Arda və gol! İlk gol Arda'dan gəlir. 1-0. Yeniden Arda topu ele geçirir. İçeri. Ay. Tamerlan ayağına top düşseydi bu dəqiq goluydu. Tamerlan topu ele geçirir Tamerlan. Abbas. Tamerlan'la oynuyor.
Riyad qapıya doğru zərbə. Küzdən zərbə. Top qapçının əlinə dəymişdi. Arda biraz tələsdi. Out. Tamerlan. Tamerlan keçə bilmədi rəqibi. Arda top hələ keçirir. Tamerlan. Ay 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 ay. Satmadı. Abbas. Burada ise Abbas'tan top geçmir. Abbas. Arda özünü çatdırır. Top qapısı gedirdi ama Arda risk etməyərək topu çıxarır. Resul. Bu da Urofur komandasının oyuncuları bir-birlərini başa düşmədilər. Zərbəsi təyin olunur Antiguaco komandasının qapısına doğru. Abbas. Abbas. Abbas'tan ötürmə çox zəif oldu bu. Qeyri dəqiq oldu ya. Zəif oldu ötürmə. Məhəmməd Ardıya. Məhəmməd. Abbas topun karşısını alır, hücumun karşısını alır. Tamerlan. Arda yeniden top hələ keçirir. Arda irəliləyir. Riyad. Tamerlan. Abbas. Abbas'ın ayağı bitirdi burada. Məhəmməd yaxşı oynadı. Məhəmməd. Antiguaco komandası out yerini yitirir. Riyad. Tamerlan. Top xətdən çıxır. Sərbəst zərbə ilə Resul top oyunu daxil edir. Bu arada Resul bir müddət idi oyunda yox idi. Səhhəti ilə bağlı olaraq məşqlərə verilmişdi, amma bu günləri meydandadır. Riyad. Abbas. Tamerlan. Altrov mu? Ötürmək qeyri dəqiq oldu burada. Tamerlan. Abbas. Riyad qapıya doğru zərbə vurdu amma top qapının yanından keçdi. Abbas. Tamerlandan əla ötürməkdir içəriyə doğru. Top Arda'ya çatmadı. Yeniden top Urofum'dadır. Riyad. Əla Riyad. Arda. Rəqib müdafiəçiləri çox etibarlı oynadılar burada. Və Arda'dan top ala bildilər. Altrof mu? Tamerlan.
Abbas. Riyad. Atrofmun. Riyad. Tamerlan. Riyad. Abbas. Abbas'tan top çekti. Məhəmməd. Çox əla oynadı burada. Rəqibə zərbə imkanı vermədi. Atrofmun. Tamerlan. Yenidən top Rofumdadır. Burada Məhəmmədə qarşı çobudluq oldu. Cərmə zərbəsi təyin olunur. Top çıxmışdı, bəli, top çıxmışdı. Bəli. Antiqako komandası ay ay ay. Az qala burada hesab bərabərləşəcəkdi. Hakim saxlayır, altı ayaqla yerinə yetirməyi tələb edir. Bu arada Rofum komandasında dəyişiklik edilir. 33 nömrə Ağabala oyuna daxil olur. Oyunun isə 13-cü dəqiqəsi gedir. Təxminən birinci hissənin bitməsinə 7 dəqiqə qalıb. Abbas, Ağabala. Ağabala, gözəl oynayır Ağabala. Uğur. Uğurdan qapıya doğru zərbə. Əla Uğur. Bu arada Rofumda dəyişikliklərin biri də 17 nömrə oyuncusu Uğurdur. Uğur oyuna daxil olur. Uğur. Uğur. Fatih. Əla oynayır Fatih. Və Ağabala burada topu əl keçirsəydi hesab arasındakı fərqi qaldıra bilərdi. Abbas. Uğur. Əla oynadı Uğur. Ağabala. Uğur. Abbas qapıya doğru zərbə, amma qeyri-dəqiq oldu zərbə. Hakim oyunu saxlamadı. Əslən düzgün də elədi. Hər dəqiqə oyunu saxlamaq da düzgün deyil. 50 oyun var idi əvvəlki epizodda. Riyad, Abbas, Fatih. Abbas. Uğurdan Ağabalaya ötürmə.
Fatih, Riyad. Top Rofum'dadır. Riyad, riskləmir. Fatih, Resul Fatih'in oynuyor. Ağabala. Out Antigua komandasının. Yeniden out. Rakibindir. Serbest zərbələ Resul topuna daxil edir. Riyad, Abbas. Abbas. Hakimsə Abbas'a xəbərdarlıq edir. Onun çobud oynadığını bildirir və cərimə zərbəsi təyin edir. Rofum komandasının qapısına doğru ilk real təhlükə burada yarana bilər. Zərbə top qapının üstündən keçir. Yakın oyna. Real. 3 tane Real. Sana diyorum. Riyad. Uğur. Atrof mundur. Riyad. Uğur. Riyad. Seyreleme doydu. Tut bakırsa. Hadi Nabi. Sır. İkinciden zərbə. İçeri gir. Buradan içeri gir. Başla. Riyad. Sağlı karşıla. Atrof mu? Real. Sağ. Buradan. Abbas oynuyor. Riyad. Abbas. Riyad. Out yeniden Rofum. Abbas. Antigua komandası alttan oyun daxil edir. Yeniden out. Antigua komandası Fatih burada yaxşı oynuyor. Fatih. Ağabala isə burada Ağabala topu çıxardarkən rəqibə toxunur. Antigua komandasında
Oyuncu dəyişikliyi olur. Məcburi oyuncu dəyişikliyi oldu. Oyuncu yüngül zədələ aldı. Tuncay oyuna daxil olub. Tuncay Riyad. Riyaddan da top oyundan çıxır. Out Antiguaca komandası. Oyun tempi çox aşağı düşüb. Birinci hissənin əvvəli templi başlasa da sonuna doğru artıq o tempi biz görmürük. Fatih irəliyə doğru. Topu atır və beləliklə birinci hissə bitir. Norofum Antiguaca komandasının qarşılaşmasında hesab 1-0 Norofum komandasının xeyrinə ümid edirik ki, ikinci hissədə daha canlı, daha dinamik, daha qollu oyunlar izləyəcəyik.